87-yə keçsək artıq. Aha, keçək baxaq. 87-də 1. Xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edin. Hansı dövlətlərimiz var? Şəddadilər, Rəvvadilər, Şirvanşahlar. Neçənci əsrdə ola bilərik? 10-11-ci əsrdə ola bilərik. Bəli. Azərbaycan vahid şəkildə birləşdirilmişdi. 10-cu əsrdə birləşdirilib, amma sacilər tərəfindən. Görəsən əsr nəzərdə tutulubmu? Bax bu əmma var. Amma belə bir şey fikirləşək də, əgər burada sacı və saları verməyibsə, tamam, salarlar olub 941-ə qədər, 981-ə qədər. Deməli, birləşmədən söhbət gedə bilməz də. Yəni, hələ ki, bu prinsipdən gedək baxarıq. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi tərəfindən idarə olunurdu. Kəsranilər 1027-də gəlibsə və 1027-də bunlar gələndə Şəddadilər və Rəvvadilər də varsa götürək. Dərbənd əmirliyi sacılərin üzərindən xətt çəkək. Salarların da üzərindən xətt çəkək. Yəni, kör gör burada, yəni bu dövlətləri verməyibsə, deməli, ölkə ərazisində Slavyanların, Alanların, bu da 1032 götürək, 1032 götürək. Bunlar baş verəndə, yəni bu dövlətlər varmış. Onda yəqin ki, 2-5. Bəli. Vəssalam.